Dostlar salam, sizi Masallıdan salamlayıram. Burada bir qazanxana var. Mənim layihəm əsasında yığılıb. Yeri gəlmişkən bu xidmətimdən yararlana bilərsiniz, reklam olsun. Yəni mən bu qazanxananın layihəsini çəkmişəm. Burada yerli ustalar onu montaj eləyiblər və biz dünəndən gəlib onun avtomatikasını qoşub test eləmişik. Deyə bilərəm ki, belə sistemlər çox nadirdir ölkədə. Çünki qazan da özü yenidir. Hələ biz özümüz də onunla işləməyə, onun bütün funksiyalarını öyrənməyə çalışırıq və düşünürəm ki, bugün artıq variantlardan, yəni bu qazanın qoşulma variantlarından birini mükəmməl olaraq öyrəndim. İndi qazanxananı sizə göstərəcəm. Videonun sonuna izləyin. Bu video düşünürəm ki, həm montajçılar üçün, həm də ev sahibləri üçün çox faydalı olacaq. Artıq avadanlıq almasınlar deyə və qazdan daha səmərəli istifadə eləmələri üçün, yəni bu videoya axıracan baxsalar, onlar üçün daha faydalı olar. Və budur dostlar, gördüyünüz bu qazanxana mənim prinsipial sxemim əsasında çəkilib, avtomatikasını qoşmuşuq, hər şey işləyir. Ev haqqında deyimsə, təxmini 300 kvadrat metrlik bir sahəsi var. Evdə həm isidilən döşəmə, həm də radiator sistemi mövcuddur. Evdə səhv eləmirəmsə 4 sanitar qovşağı var, bəli. Həyətdə əlavə tikili var, yay mətbəxi və əlavə bir neçə tikili də əlavə olunacaq. O səbəbdən bura Imergaz Victrix 55 Pro V2 qazanı seçmişik. Modelin adı 55 olsa da, səhv etmirəmsə 49,5 kW'dır. Biraz çoxdur bura, amma özəllikləri var deyə bu qazanı seçmişəm. Yəni bütün avtomatikası artıq qazanın platasının üzərində var. Heç bir əlavə modul, heç bir əlavə 2 dənə ali təhsil ehtiyacı yoxdur bunlara. Yəni bu qazanı alırsınız, bütün qazanxananızı qoşursunuz buna və bu bütün sistemi özü idarə eləyir. Yəni başqa brendlər var, sevdiyimiz brendlərdən də aralarında var. Yəni orada əlavə modul və s. nəsə almalısınız. Burada hər şey bunun içindədir. Deməli qazan nə edir? Təbii ki, bir dənə boileri göstər. Təbii ki, prioritetdə boiler işləyir. Yəni burada sensorumuz var. Bu sensor vasitəsilə qazan buradakı, bunun içindəki suya nəzarət eləyir və lazım olduqda istilik sistemini söndürür, keçir boileri qızdırmağa. Yəni bu beynəlxalq standartdır. Yəni biz biraz soyuqdan diskomfort ala bilərik, amma duş qəbul edəndə isti suyumuz kəsilsə, bu daha pis olacaq. Ona görə də isti su daha vacibdir və qazan həmişə isti suyun prioritetində işləyir. Yəni bu 3 yollu vasitəsilə qazan temperaturları fərqləndirir. Qazan bu 3 yolunu özü idarə eləyir. 3 yollu birbaşa qazanın platasına birləşib və qazan necə işləyir? Yəni boiler prioritetində işləyir. Hal-hazırda məsəl üçün qazan 55 dərəcə ilə isitmə sisteminə işləyir və su bax bu kontur vasitəsilə hidravlik bölücüyə gedir. Amma boilerdə su soyuyanda qazan buranı bağlayıb, buranı açacaq və artıq 85, 90, 95 dərəcəli su boilerə gedəcək və qısa zamanda boilerin içindəki suyu qızdıracaq. Burada yəni qazan 100 kW-lıq olarsa belə ona 50 litrlik boiler də qoşa bilərsiniz. Çünki bu qazanda siz boilerə iş zamanı qazanın kilovatını da onu istilik sisteminə yönəldəcək suyun temperaturunu da tənzimləyə bilirsiniz müstəqil olaraq. Yəni boiler sistemini ayrıca gücünü göstərə bilirsiniz. Misal üçün boilerə işləyəndə 100 kW-lıq qazan 8 kW kimi işləyə bilər. Amma isitmə sisteminə tam gücü ilə 100%, yəni 100 kW gücündə işləyə bilər. Yəni bu funksiyalar bu qazanda var, yəni çox möhtəşəmdir. Və boileri qızdırandan sonra bu 3 yollu buranı bağlayacaq, artıq 55 dərəcə ilə təzədən bura işləyəcək. Yəni 55 dərəcə deyəndə ki, bu temperatur da tənzimlənir. Bunun minimumu 20 dərəcədir. Yəni sizin bu tərəf isitmə sisteminiz əgər yerdən isitmə sistemidirsə, siz oraya 25 dərəcə vermək istəyirsinizsə, 25 dərəcə də verə biləcəksiniz. Yəni boileri qızdıranda 90 dərəcə ilə qızdıracaq boileri, amma isitmə sisteminə qaydanda 20 dərəcə ilə işləyəcək. Bu da
yəni temperaturları fərqləndirmək üçün və qaz sərfiyyatı üçün çox böyük üstünlükdür. Bu tək bu qazanda deyil, digər bir kontrollu qazanlarda da var. Sadəcə bu qazanın tənzimləmələri yəni çox möhtəşəmdir. Mən sizə menunu açıb göstərsəm, yəni siz şoka düşərsiniz ki, burada nə qədər parametrlər var. Və yeri gəlmişkən parametrləri türk dilində də seçmək olar. Bu da bizim montajçılar üçün yəni çox başa düşülən olacaq. Gördüyümüz kimi bizim deməli bu kollektorun üzərində 3 nasos qrupumuz var. Bu ortadakı radiatordur, yüksək temperaturludur və 2 ədəd yerdən isitmə var. Biri evə gedir, biri də əlavə tikililərə gedir. Yerdən isitmə sisteminin üzərində 3 yollular var. Görürsünüz, 3 yollu ventildir. Bu 3 yollu ventil, ustalar təbii ki, bunu bilir. Bilməyənlər üçün deyim ki, bu qarışdırıcıdır. Bu neynir? Deyək ki, siz evdə kran açırsınız, solda isti sudur, sağda da soyuq sudur. Təbii ki, isti suyu açanda 60 dərəcə su gəlir oradan, çox qaynar olur. Siz onu qarışdırmaq üçün ventili burursunuz və sizə lazım olan temperaturu düzəldirsiniz. Bu həmin mexanizmdir ki, həmin funksiyanı yerinə yetirir və yəni buradan gedən isti suyu və buradan qayıdan soyuq suyu qarışdırır, lazım olan temperaturu yönəldir isidilən döşəmə sisteminə. Bu nə üçün lazımdır? Yəni bizdə belə səhvlər çox olur. İnsanlar götürür isidilən döşəməni radiator sistemi ilə bir yerdə qoşurlar və isidilən döşəmə həddindən artıq çox isti olur, onun üstündəki örtü xarab olur, qaz sərfiyyatı çoxalır və diskomfort olur. Biz bura radiator sisteminə 60 dərəcə göndəririksə, biz isidilən döşəməyə 40 dərəcə göndərməliyik və bu qurğu məhz o temperaturu azaltmaq üçün nəzərdə tutulub. Burada bu 3 yollu temperaturu nə qədər azaltmaq lazımdırsa, onu necə başa düşür? Bizim bu hissədə sensorumuz var, NTC sensorumuz. O bağlanıb qazana və qazan oradakı temperaturu nəzarət edir. Təbii ki, biz orada tənzimləmə aparırıq ki, mən istəyirəm bura 40 dərəcə getsin, mən istəyirəm bura 30 dərəcə getsin. O buradakı sensor vasitəsilə nəzarət edir. 3 yollar da qazana qoşulub və qazan sensorda olan göstəricini görür. 3 yolunu açıb və ya bağlayaraq temperaturu tənzimləyir və lazım olan diapazonda saxlayır. Burada yəni hardasa 1 dərəcə səhvlik ola bilər, ya aşağı ya yuxarı. Hal-hazırda biz 45 dərəcəyə qoymuşuq. Bir dənə zəhmət olmasa göstər temperaturu. 55 dərəcədir. İsidilən döşəmə sistemində isə 45 dərəcədir. Təbii ki, qazanda bir 3 yollu üçün çıxış var, amma biz bunları paralel qoşmuşuq və düşünmürəm ki, yəni ev sahibinə deyək ki, bayırdakı isidilən döşəmə sisteminə ayrı temperatur versin, evin içindəkində ayrı versin. Təbii ki, bu belə olsaydı daha yaxşı olardı, amma bu artıq bu qazanda yoxdur bu funksiya və biz temperaturu təbii ki, temperatura əlavə olaraq evdə də nəzarət edə bilirik. Bütün ev otaq termostatları ilə təchiz olunub, isidilən döşəmə sistemi hissəsi. Ona görə də biz buradan 5 dərəcə artıq verəndə orada bir problem olmayacaq. Otaq termostatı lazım temperaturu gördükdə sadəcə sistemi söndürəcək. Bu qədər. Maraqlı funksiyalardan onu qeyd etmək istəyirəm ki, bayaq dedim sizə ki, qazan boiler rejiminə keçəndə 90 dərəcə ilə işləyir. Bu rejimə keçməmişdən qabaq qazan nə edir? Götürür, təhlükəsizlik üçün 3 yolları bağlayır ki, bura yüksək temperatur getməsin və bütün bu nasosları da söndürür. Ondan sonra çıxır yüksək temperatura və başlayır boileri qızdırmağa. Yəni, bu da çox mükəmməldir. Əlavə olaraq hər hansısa bir xəta baş verərsə, qaz gedərsə, suyun təzyiqi azalarsa və digər hər hansısa bir nasoslar üçün və ya qazana qoşulmuş avadanlıqlar üçün təhlükəli vəziyyət yaranarsa, qazan qəza rejiminə keçir, təbii ki, və bütün qurğuları söndürür. Yəni, bu da mükəmməldir. Əvvəl biz bunun üçün, nə bilim, təzyiq relesi qoyurduq, qoşurduq. Yəni, çox çətin bir avtomatika yığırdıq. İndi bizim avtomatikamız 2 relədən və 1 avtomatdan ibarətdir. Onu da birazdan sizə göstərəcəm. Yəni, bu qazan montajçıların, ev sahiblərinin yəni, işini çox asanlaşdırır. Burada söhbət qazanı reklam etməkdən getmir. Yəni,
Buna görə mənə heç kəs 5 manat da pul verməyəcək. Amma gedə bilərdi. Gedə bilərdi, hə. Mən ümid edirəm ki, İmerqazın rəsmi nümayəndəsi buna baxacaq və bir tədbir görəcək bu barədə. Amma yəni videonu çəkməkdə məqsədim odur ki, yəni siz sistemlərinizi daha ağıllı və daha komfortlu edə bilərsiniz. Bununla bərabər də ən vacib şey, onlar daha səmərəli işləyib elektrik və qaz enerjisinə qənaət eləyə bilər. Bunu artıq bugün montaj eləmişik. Yəni birdən belə bir problem oldu. Ev sahibi dedi ki, test rejimində boiler işlədəndə yəni hər yerdən isti su gəlir. Baxıb təyin elədi ki, adicə gidrafor qoyulub, evdə 2 mərtəbəlidir. Gidrafor 4,8 barda sönür və 1 barda işə düşür. Bu momentdə isti suda olan yüksək təzyiq soyuq suyu basır və ona görə də kranı demək olar ki, nə qədər tənzimləsək də oradan qaynar su gəlir. Ev sahibinə dedi ki, buna avtomatika qoşulmalıdır ki, biz istədiyimiz diapazonda nasosun işini tənzimləyə bilək. Xəzər, buradan sənə minnətdaram. Sən gecə ilə bizim üçün releyin təşkil elədin. Çox sağ ol. Gətirdin də verdin. Yəni hər bölgədə dostlarımız var. Hamıya salamlar. Yəni qardaş götürdü, gətirdi, verdi bizə. Biz də yəni axtarmadı bunu. Gəldik, yerində də qoşduq. Deməli, bu nə üçün lazımdır? Biz burada tənzimləyirik. Deyək ki, nasos 4-də sönsün. Çünki 4,8 bar artıq çoxdur. Nasos 4-də sönsün, 3-də işə düşsün. Onda təzyiq oynamaları da olmur. Amma əvvəl suyu açırdın, su təmiz demək olar ki, dayanırdı, sonra nasos işə düşürdü. Ən diskomfort olurdu. İndi isə bu problemi həll elədik. Burada resirkulyasiyamız var, onun üstündə yenə də termostat var. Və isitmə sisteminin genləşməsini və boilerin genləşməsini. Hər birinin təzyiqini tənzimlənmişik. Yeri gəlmişkən bunu mağazadan alıb içindəki təzyiqlə quraşdırmaq olmaz. Hər sistemin, hər təzyiqin, hər sahənin öz təzyiqi var. Misal üçün burada bizdə nasos 3 barda işə düşür. Bunun təzyiqi 2,8 bardır. Bu da həmçinin. Bu da artıq 1,2 bardır. Yəni hamısını fərdi şəkildə nizamlamalısınız, yoxlamalısınız. Yəni mağazadan aldım, qoydum deyə bir şey yoxdur. Qazanın displeyidir, görürsünüz ki, 2 dənə bizim deməli konturumuz var. Birincisi 55-dir radiator, ikincisi 45-dir. Bu görürsünüz də isti suyu 55 istəyirik, radiatoru 55 istəyirik, faktiki temperaturu 55-dir. Menyuya daxil oluruq. Burada kullanıcı menüsü var. Giririk, burada mərkəzi isitmə. 2 cür temperatur var. 55 və 45 dərəcə. Bunları tənzimləyə bilirik. Alt temperaturları demirəm, heç ehtiyac yoxdur. Sonra giririk sıcaq su. Burada da 55 dərəcədir. Neçə dərəcə aşağı düşəndə işə düşsün, o da var. Çıxırıq, burada tatil var. Məsəl üçün tatildən biz eləyə bilərik. Deyək ki, bu bağ evidir. 6 bazar məndən filan temperaturda işləsin, birinci gün ümumiyyətlə işləməsin, bu şeyləri tənzimləyə bilirik. Ayarların içində digər dil dəyişimləri və s. var. Yəni bu şəkildə deməli qazanı tənzimləmək olar. Info menüsü var, girə bilirik, qazan durumu göstərir. Demisəm, mərkəzi isitmə tələbi. Yəni bu dəqiqə mərkəzi isitməyə işləyir. Həmin bu info menüsündə boilerin içindəki temperatur, yəni mən sizə göstərim. Deməli, türk dilində o qədər də yaxşı bilmirəm. Yəni bu menüdə siz hətta bacadan uçan qazların temperaturunu görə bilərsiniz. Bilmirəm bu sizin nəyinizə lazım olacaq, amma burada hər şey var. Gediş temperaturu, dönüş temperaturu, nasosun surəti, fanın surəti, bütün o şeylər orada var. Təbii ki, eko rejimi də var və bu qədər. Sonra qapağı bağlayırsınız, belə olur. Bu qədər dostlar, videonun sonuna gəldik. Ümid edirəm ki, bu video sizə maraqlı oldu. Kimlər ki baxır, like eləmir, bəyənmir və abunə olmur, salamlar. Baxırsınız heç olmasa, yəni bu əziyyətin qarşılığında kanala abunə olun, like yazın, komment yazın, tənqidlərinizə də açığam. Sadəcə cəfəngiyat olmasın və belə bir sistemlər istəyirsinizsə, montajı və ya layihəsini buyurub müraciət edə bilərsiniz.
kanalda nömrəm var və ya rəy bölməsinə yazaraq nömrəmi istəyə bilərsiniz. Şəxsən özüm sizə cavab verəcəm. Özünüzə yaxşı baxın, yoxdur qoy qalıb. Biz isə gedirik Bakıya. Kartımın nömrəsini də deməli.